Vaxtınız xeyir olsun. Mən Sona, şuuraltı transformasiya coachu və terapevt. Bugünkü videoda sizinlə rutinlər və disiplin barəsində biraz danışmaq istəyirəm. Nə üçün vacibdir həyatımızda rutinlərin və disiplinin olmağı? Mən işlədiyim insanların bir çoxunda bu problemə rast gəlirəm. Rutini qura bilməmək, disiplinli ola bilməmək və bu formada davam eləməyin onların həyatına nə qədər mənfi təsir göstərdiyini birbaşa görürəm və bilirəm ki, bir çox insan bundan əziyyət çəkir. Ona görə bu videoda sizə detallı formada izah eləmək istəyirəm ki, nə üçün vacibdir, necə bir şeydir və sonda sizə bəzi praktikalar da verəcəm ki, həyatınızda rutinlər və disiplin barəsində progres əldə eləyəsiniz. Rutinlər təkrarlanan vərdişlərdir. Təkrarlanan, yəni hər gün eyni qaydada icra olunan və yalnız kiçik vərdişlər birləşəndə böyük vərdişləri, böyük uğurları əmələ gətirir. Burada diqqəti təkrarlanmaq sözünə yönəltmək istəyirəm. Niyə? Çünki beynimiz təkrarlanan vərdişləri daha çox yadda saxlayır. Beyində proses bu formada gedir. Deyək ki, biz bir məlumatı yeni öyrənirik və yaxud bir vərdişi yeni formalaşdırırıq və onu bir-iki dəfə eləyirik. Biz onu bir-iki dəfə edəndə və yaxud yeni öyrənəndə beyin onu atır qısa müddətli yaddaşa. Yəni, bura yeni məlumat gəldi. Amma yalnız biz o vərdişi tez-tez təkrarlayanda beyin onu uzun müddətli yaddaşa atmaq ehtiyacı duyur. Yəni, onda belə bir fikir formalaşır ki, əgər tez-tez təkrar olunursa, deməli ki, bu mənə uzun müddətdə lazımdır. Və uzun müddətdə lazımdırsa, mən bunu uzun müddətli yaddaşda saxlamalıyam ki, bu mənim sonra işimə yarasın, mən onu xatırlaya bilim. Ona görə də boşuna deyilməyib, təkrar biliyin anasıdır. Və yalnız bir vərdişi təkrar elədikcə ondan qalıcı, intensiv və köklü nəticə almaq mümkündür. Gəlin belə təsəvvür edək. İdman eləyirsiniz, amma həftədə 2 dəfə 1 saat və yaxud saat yarım idman eləyirsiniz. Bir başqa insanda var ki, o həftədə 2 dəfə deyil, hər gün idman eləyir, amma 20 dəqiqə, 25 dəqiqə, maksimum 30 dəqiqə. Burada ikinci variantda eləyən insan, yəni hər gün qısa idman eləyən insan daha güclü və qalıcı nəticə görəcək. Nəinki həftədə 2 dəfə saat yarım idman eləyən. Rutinləri qurmağın ən gözəl vasitələrindən biri yazmaqdır. Məsələn, mən şəxsən özüm bir dəftərim var və ora yazıram. Səhər mən nələr edəcəm? Yəni, axşam yatmadan əvvəl növbəti günün səhər planlamasını aparıram. Səhər oyandım filan saatda, məsələn 5:00-da. Meditasiyamı elədim, nəfəs praktikamı elədim, 1, 2, 3, 4 düzürəm. İdmanımı elədim, səhər yeməyimi yedim, günün ümumi planlamasını apardım, biraz yazı yazdım, yəni journaling elədim və s. Sonra axşamımı planlayıram. Axşam artıq işlərimi bitirəndən sonra mən hansı rutinlərimi eləyəcəm? Axşam deyək ki, üz baxımı eləyəcəm və yaxud quru fırçalama eləyəcəm, hansısa dostumla biraz danışacağım və s. Nə varsa hamısını yazıram. Çünki yazmaq çox güclü bir effekt verir. Yəni, göz görəndə o beyinə daha güclü bir məlumat kimi oturur. Və rutinlərin qurulması beynin həm də qərar vermə prosesinə sərf elədiyi enerjiyə qənaət eləyir. Yəni, rutinlər olduğu halda həyatımızda beyin daha sürətlə qərar verir. Yəni, bir var ki, bir qərarı almağa düşünür 1 saat üstündə, yarım saat, bir də var ki 5-10 dəqiqəyə bir qərarı alır. Yəni, bu artıq beynin o enerjisinin qənaət olunmağıdır. Və əlbəttə ki, beynin enerjisinə qənaət olunanda artıq bizim daha çox enerjimiz qalır ki, başqa işlərimizə yönəldə bilək. Eyni zamanda rutinləri qurarkən həyatımızda böyük rutinlərdən deyil, kiçik rutinlərdən başlamaq lazımdır. Yəni, qısa rutinlər ki, beyin də ona yavaş-yavaş öyrəşsin və öyrəşə onu günün bir tərkib hissəsinə çevirsin. Deyək ki, mən deyirəm ki, mən hər səhər oyanacağım, 20 dəqiqə meditasiya eləyəcəm. Amma mən daha əvvəl heç vaxt meditasiya eləməmişəmsə, bu mənim beynim üçün, zehnim üçün çox böyük bir tapşırıqdır. Yəni, ayda
birdən-birə 20 dəqiqə meditasiyada mən necə oturacam? Beyin bu halda fikirlər, belə deyək də, ifraz eləyir və hətta bunu özünüzdə də hiss eləmiş ola bilərsiniz. Amma mən bir də var deyirəm ki, tamam, ilk gün olaraq, ilk həftə olaraq və yaxud meditasiya təcrübəmdə nə qədər bacardım, o qədər oturacam. İlk gün başlayıram 5 dəqiqə ilə, 5 dəqiqə otururam. Sonra 10 dəqiqə, bir neçə gün sonra 15 dəqiqəyə qaldırıram. Yəni öyrəşdirə bunu beyinə tətbiq eləyirəm. Əlbəttə ki, beyin o rutinə çevrilmiş praktikanın nəticəsini, pozitiv nəticəsini gördükcə onu daha çox eləmək istəyir. Yəni artıq məcburiyyətdən yox, özü istəyərək onu eləməyə can atır. Burada başqa bir məqam var. Beyin çox mürəkkəb bir orqandır. Onu ətraflı başa düşmək lazımdır ki, rutinlərin də necə işlədiyini anlayaq. Baxın, mən çox insan görürəm ki, deyir ki, mən axşamdan deyirəm ki, səhər duracam, bunu eləyəcəm, onu eləyəcəm, filan şeyləri eləyəcəm, amma səhər dururam, heç birini eləmirəm. Deyirəm, çünki eləməyəcəksən. Sən onu axşam sadalayanda, artıq sadaladıqca beynin onu vizualizasiya ilə canlandırır və canlandırdıqca elə bilir ki, artıq bu reallaşıb. Yəni sən artıq bunu eləmisən. Və ona görə də sonra deyir ki, elədiyin bir şeyi yenidən niyə eləyirsən ki? Beynimiz belə bir sistemdir, mexanizmadır. Ən yaxşısı sadəcə yazmaq və onun saatı gələndə qalxıb onu eləməkdir. Disiplin isə motivasiyasız hərəkət etmək bacarığıdır. Disiplin qalıcıdır, daimidir. Motivasiya isə müvəqqətidir. Əgər məşhurların, idmançılar, aktyorlar, müğənnilər, dünya şöhrətli ulduzlar, biznesmenlərin həyatlarına baxsaz, mən çox tövsiyə edirəm ki, onların avtobiografiyalarını ya oxuyasınız, ya izləyəsiniz. Həqiqətən də götürüləsi bir çox şey olur. Baxsaz görərsiniz ki, onların həyatında mütləq bir disiplin var. Onlar həyatlarının hansısa hissəsində mütləq bir disiplin qurublar. Və məhz o disiplin onların o uğura getməyində ən vacib rol oynayıb. Şəxsən öz həyatımdan bunu deyə bilərəm ki, hər səhər saat 5-də oyanmağıma səbəb olan şey heç də motivasiya deyil, disiplindir. Yəni ayın 1-2 günü məndə motivasiya olar ya olmaz. Amma disiplində qalmaq məni hər səhər 5-də oyanmağa kömək eləyir. Və mən o disiplinin sayəsində 5-də oyananda deyək ki, nəfəs praktikamı eləyəcəm, meditasiyamı eləyəcəm və s. Mən o oyananda disiplin mənə kömək eləyir ki, o praktikaları eləyəndən sonra hansı hissləri özümdə qaldıracam? Deyək ki, hüzur, rahatlıq, sakitlik. Mənə disiplin deyir ki, bax, sən həmin hissləri yaşayacaqsan bunları eləyəndən sonra. Ona görə də qalx və o praktikalarını elə. Və məhz rutinlər və disiplinin sayəsində beyin bizim yeni reallığımızı yaradır. Yəni təkrarlanan hərəkətlər bizim yeni reallığımızı yaradır. Gəlin bunu bir nümunəni izah edeyim. Deyək ki, bir insanın beynində qıtlıq bilinci var. Yəni orada belə bir kodlama var, mən qıtlığam. Və bu kodlama orada fizioloji olaraq sinopsis şəklində beyinə oturub artıq, bərkiyib, deyək ki, kök salıb. Və bir insan əgər hər səhər oyanırsa, deyirsə ki, yox, mən bunu dəyişəcəm və oturur hər səhər meditasiyaya 15 dəqiqə timeri qoşur və 15 dəqiqə ərzində dayanmadan mən bolluğam ifadəsini təkrar eləyir və bunu hər səhər eləyir. Belə olan halda beyində yeni sinopsis yaranır. Və bu yeni sinopsis məhz o təkrarlanan hərəkətin nəticəsində yaranır. Bu sinopsis yarananda beyin kleyə bənzər bir maddə ifraz eləyir ki, o sinopsisi bərkitsin. Və o sinopsisi, yəni mən bolluğam sinopsisini bərkidərkən, orada əvvəldən olan mən qıtlığam sinopsisindən, yəni kodlamasından kleyi götürür və yeni sinopsisi bərkidir. Belə olan halda artıq beyindən mən qıtlığam sinopsisi qopur və yox olur. Yəni bu bizim beynimizdə həqiqətən də fiziki formada gedən bir prosesdir. Və bu, yenə vurğulayıram, mütləq təkrarlanan hadisənin, hərəkətin, vərdişin nəticəsində formalaşır. Digər bir tərəfdən rutinlərin, disiplinin olmağı insanda ön beynin, yəni frontal beynin inkişafını gücləndirir və onu işini daha da gücləndirir, intensivləşdirir. Ön beyin isə bizim sorğulamaq, qabiliyyətimiz və iradə gücümüzdür.
Hansı insanın ki iradəsi zəifdir, bu o deməkdir ki, onun ön beyni gücü zəifdir və tam capacity-də, tam potensialında işləmir və o insana ön beyni gücləndirən vitaminlər lazımdır, xüsusən rutinləri, vərdişləri və disiplini formalaşdırmaq önəmlidir ki, ön beyində güclənsin və ön beyin gücləndikcə, iradə gücü artdıqca insana daha asan olur növbəti vaxtlarda o rutinlərə, disiplinə sadiq qalmaq. Ön beyni, frontal beyni, iradə gücü inkişaf eləmiş insan motivasiya axtarmır, disiplinə də əməl eləyir, rutinlərini də axsatmadan icra eləyir. Gəlin indi baxaq ki, rutinləri və disiplini həyatımızda necə formalaşdıra bilərik. İlk əvvəl kiçik addımlardan başlamaq lazımdır. Yəni birdən-birə mən sabah 30 dəqiqə, 1 saat idman eləyəcəm də deyil də, sabah bacardığım qədər idman eləyəcəm. Bu 10 dəqiqə də ola bilər, 15 dəqiqə də ola bilər. Və hər gün 2 dəqiqə, 3 dəqiqə, 5 dəqiqə o müddəti artırmaq. Və yaxud əgər məqsəd sağlam qidalanmaqdırsa, tamam, deyirik ki özümüzə, mən bugün filan şeyləri yeyəcəm, amma arada özümə bir parça şokolad yeməyə və yaxud kiçik bir dilim tort yeməyə də haqq görürəm. Amma gəlib o tortu yemə anında bir seçim də eləyə bilərəm. Bunun da fərqinə varıram ki, o tortu yemə anında, yox, mən bu tortu yemək istəmirəm, mən bu şokoladı yemək istəmirəm və yaxud yeməməyi seçirəm sözünü deyə bilmək çox önəmlidir. Onu da vurğulayım ki, səsli şəkildə bu sözləri demək həmin o proses baş verdiyi anda çox mühüm rol oynayır. Mən bu tortu açıq-açıq, mən bunu bəzən eləmişəm bir vaxtlar. Mən bu tortu yeyə bilərəm, tamam, bunun fərqindəyəm. Heç kim mənə qadağa qoymur, heç özüm özümə qadağa qoymuram. Amma mən yeməməyi seçirəm. Və bu seçirəm sözünü demək sanki bir möcüzəvi effekt verir. Sınayın və mənə bildirin. Da bildirim ki, bir vərdişin formalaşmağı başqa vərdişlərin də, yəni daha sağlam vərdişlərin də formalaşmağına tətikləyici rol oynayır. Digər bir metod günün müəyyən bir saatını müqəddəs vaxt elan eləməkdir. Məsələn, mənim üçün günün müqəddəs vaxtı səhər 5, 6, 8, 9 arasıdır. Yəni mən o saatlarda nə seans eləyəcəm, əgər çox belə ekstremal bir hal deyilsə, nə heç kimlə kontakta girmirəm, hətta heç ailə üzvlərimlə kontakta girməməyə çalışıram, nə telefona baxacam, nə mesajlara cavab yazacam, sosial mediaya girməyəcəm. Sadəcə o bayaq yazıram deyirdim ha. O yazdığım siyahıda səhər nələr eləməliyəmsə, onları eləyəcəm və o saatları yalnız özümə ayıracam. Bu mənim üçün müqəddəs vaxtdır. Kimin üçünsə bu müqəddəs vaxt gecə saatları ola bilər. Tamamilə normaldır. Kimin üçünsə günorta saatları ola bilər. Bu da tamamilə normaldır. Və biz hər insan unikaldır. Hər bədən fərqlidir. Mənim üçün doğru olan o demək deyil ki, başqası üçün doğru olacaq. Mən səhər insanıyam, early birdəm mən. Amma kimsə gecə insanı ola bilər və bu artıq onun öz bədənini tanımasından və yanaşmasından irəli gəlir. Digər bir mənim sevdiyim metod Pomodoro metodu adlanır. Pomodoro metodu nədir? Gəlin nümunə üzərindən izah edeyim. Deyək ki, bir insan deyir ki, mən bugün 1 saat idman eləyəcəm. Amma 1 saat beynə çox görsənə bilər də, elə deyilmi? Pomodoro metodunda biz nə edirik? Əvvəl o idmanı 2 və ya 3 hissəyə bölürük. İlk başlarda 3 hissəyə məsələn. 15-20 dəqiqə, 20-20-20. Timeri 20 dəqiqəyə qoşuram və 20 dəqiqə dayanmadan idmanı eləyirəm. Heç bir şey düşünmədən bütün diqqətimi idmanda saxlayaraq. Sonra 5-10 dəqiqə fasilə eləyirəm və yenidən timeri 20 dəqiqəyə qoşuram və yenidən idman eləyirəm eyni qaydada. Sonra bunu bir dəfədə təkrar eləyirəm. Kimin üçünsə bu 25 dəqiqə ola bilər, kimin üçünsə 15 dəqiqə ola bilər. İlk başlarda nə qədər timeri qısa müddətə qoysaq, o qədər yaxşıdır. Yəni beynin onu onda icra eləmə gücü daha aktiv olur. Amma vaxt keçdikcə bu müddəti artırmaq da olar və məncə lazımdır. İndi deyə bilərsiniz ki, sonra elə rahat danışırsan ki, elə bil ki, bunları eləmək bu qədər asandır. Axı bəzi dövrlərdə həqiqətən çətin olur eləmək. Bəli, razıyam, tamamilə haqlısınız. Bəzi dövrlərdə mənim üçün çox çətindir eləmək. Amma burada da bəzi məqamlar var ki, onlara diqqət eləyəndə həqiqətən də davamlılığı saxlamaq mümkün olur. Birincisi, bunu yenə həyatımdan nümunə göstərəcəm. Mən həftədə bir gün özümə
bu bütün rutinlərimi bir kənara qoyub o azad şəkildə günü keçirtməyə icazə verirəm. Yəni səhər saat 5-də deyil, 6-da deyil, 9-da oyana bilərəm yuxudan. Meditasiya eləməyəcəm, nəfəs praktikası eləməyəcəm, idmanı heç eləməyəcəm. İstədiyim şeyləri yeyəcəm, sağlam qidalanmağı da bir qırağa qoyacam və bu formada o bir gün özümə azadlıq necə deyirlər verməyim mənə beynimi daha düzgün kontrol eləməyə kömək eləyir. Yəni beynim artıq onda belə bir kodlamaya girir ki, tamam, mən bunları onsuz da istədiyim vaxt eləyə bilirəm. Yəni bir var heç eləməmək, yox, mən bunları əsla eləyə bilmərəm, mən bunu yeyə bilmərəm, olmaz demək. Bu sözləri işlətmirik, xüsusən də qadağa, olmaz, eləyə bilmərəm sözlərini işlətmirik. Yox, mənim bunu eləmək üçün onsuz da vaxtım olacaq və mən o vaxta çatanda onu eləyəcəm və yaxud yeyəcəm deyirəm. Qalan günlər isə rutinlərimi olduğu kimi davam etdirirəm. Önemli olan odur ki, mükəmməlliyətçiliyə düşməmək. Çünki mükəmməlliyətçilik heç də yaxşı bir şey deyil. Mən bir vaxtlar bundan çox əziyyət çəkmişəm. Hər şeyi mükəmməl eləməyə çalışaraq mən baxırdım ki, nə qədər vaxt itirirəm. Həm vaxt itirirəm, həm enerji. Və bir də baxıram ki, heç bir şey alınmayıb və alınıbsa da mən nəticədən məmnun deyiləm. Ona görə mükəmməlliyətçiliyi bir qırağa qoyub daha rahat şəkildə yanaşmaq lazımdır bu prosesə. Və əmin olun ki, bunu eləyəndə doğrudan da gözlə görünən bir nəticə ortaya gəlir. Sosial şəbəkələrdə, YouTube'da gördüyümüz, podkastlarda gördüyümüz digər bir məqam hamı motivasiyadan danışır. Və o qədər bunun önəmli bir şey olduğunu vurğuluyurlar ki, mən çox təəssüf eləyirəm. Motivasiya heç də önəmli bir şey deyil və insanlar bu qədər danışıldıqca haqqında düşünürlər ki, tamam, filan kəs daha çox motivasiyalıdır, nəinki mən və orada artıq başlayır özünü müqayisə eləməyə başqaları ilə və müqayisə eləyəndə artıq belə deyək də, you lose it. Sən orada onu itirirsən artıq, hər şeyi itirirsən və başqalarının motivasiyasına deyək ki, baxıb, necə göründüyünə baxıb, özünün motivasiyalı olmadığına pis olmaq insanı artıq eləyə biləcəklərindən geri tutur. Və sizə bunu açıq-açıq deyim ki, əmin olun, heç kim motivasiyalı hiss eləmir bu günlərdə özünü. Heç kim. Heç hiss eləmək də lazım deyil. Motivasiyanı bu qədər şişirtmək boş şeydir. Disiplin haqqında danışmaq lazımdır. Disiplini qabardmaq, önə çəkmək və onun əhəmiyyətini vurğulamaq, onun eləyə biləcəklərini, disiplinin həyatımızda yarada biləcəyi dəyişikliyi göz önünə qoymaq lazımdır. Ona görə də kimsə sizə motivasiyadan danışırsa, sadəcə qulaq asmamağı tövsiyə edirəm. Hətta terapiyanın özündə belə mən işlədiyim insanlarda mütləq səhər-axşam rutinlərinin formalaşdırılmağına önəm verirəm və onlar artıq həyatlarına rutini, disiplini daxil eləyirlər. Və mən təbii ki, qıraqdan müşahidə eləyirəm onları terapiyanın sonuna qədər. Və bir müddət ki, onlar bunu aparırlar, deyək ki, mənim kimi bələdçinin müşayiəti ilə formalaşdırırlar və artıq terapiya bitəndə onlar üçün çox daha asan olur o rutinləri, disiplini həyatlarında aktiv saxlamaq. Çünki fərqi yoxdur həyatda hansı istiqamətdə uğur əldə eləmək, daha yaxşı bir şərait qurmaq, yeni bir versiyana, daha yüksək bir versiyana çatmaq istəyirsən. Hər birində rutinlərin və disiplinin formalaşdırılmağı çox böyük rol oynayır. Belə dostlar, bu videoluq məndən bu qədər. Ümid edirəm ki, danışdıqlarım sizin bundan sonraki yolunuzda rutinlər, disiplinin formalaşdırılması ilə bağlı eləmək istədiklərinizdə sizə bir ipucu verər. Video xoşunuza gəldisə, bəyənməyi, yəni like butonuna vurmağı və dostlarınızla paylaşmağı unutmayın. Əminəm ki, ətrafınızda bu videoya ehtiyacı olan insanlar çoxdur. Həmçinin daha fərqli kontent üçün məni Instagram səhifəmdə də izləyə bilərsiniz. Hələlik!